Tanrım, səni dinləməyəcəyəm. Ya məni yaratmayacaqdın, ya da ərəbləri. Qiyamət günündə İsrafilin sura 2 dəfə üfürəcəyi deyilir. Amma o gün sura üfürülmədi. Lakin Hülagu xan Bağdata qiyaməti gətirdi. Monqollar şəhərə girdikdə daş üstündə daş, baş üstündə baş qoymadılar. İslam dünyasının şahid olduğu ən böyük dağıntı və qətliyam, Monqolların Bağdat mühasirəsi. O dövrlərdə Böyük Monqol imperiyasının başında Mengü xan dayanırdı. Kiçik qardaşı Hülagu isə amansızlığı və hərbi uğurları ilə ad çıxarmış, ordu tərəfindən sevilən bir Monqol sərkərdəsi idi. Mengü xan qardaşına bir məktub göndərərək ondan belə istəyir: yaxın şərqə böyük bir yürüyüş edəcəksən. Bu yürüyüşdə İran xalqından luğlar yox edilməli, Haşhaşi təriqəti məhv edilməli, Abbasilər dövləti xəritədən silinməli, Əyyubilər və Məmlüklər diz çöktürülməlidir. Monqol imperatorunun sadə dillə ifadə etdiyi bu əmrlər əslində 5 fərqli dövlətin işğalı ilə nəticələnəcəkdir. Bundan başqa Mengü xanın Hülagu xan üçün başqa bir əmri də vardı. Kim döyüşsüz təslim olarsa xalqına toxunulmayacaq, amma kim müqavimət göstərərsə orada ibrət üçün heç kim sağ buraxılmayacaq. Hülagu xan bu əmrlərə əsasən ordu toplamağa başladı. Monqol torpaqlarına yaşayan hər 10 kişidən ikisi orduya çağırıldı. Çünki hücum İslam torpaqlarına ediləcəkdi. Bu səbəbdən Gürcü və Erməni krallıqlarına, Xristiyan knyazlıqlarına da ordu göndərmək əmri verildi.